Bir dəfə uşaqlığımda yadımdadır mənim, indiyəcən o yadımdadır ki, bir daşın üstündə oturmuşduq, balaca uşaq idi. Dostlarımızdan birinin atası keçirdi, bizim üstümüzə qışqırdı. Dedi, sizə demişəm ki, daşın üstündə oturmayın, tez durun ayağa. Nəsə bilmirəm, indiyə qədər xoş gəlir mənə onun elə mənim üstümə qışqırmağı. Bilirsiniz niyə? O sevgini göstərir. Necə oğluna qışqırır ki, oturma daşın üstündə dur. Sənin üstünə elə sərt qışqırmaqla görürsən ki, bu o qədər məni çox istəyir ki, ərkdən mənim üzərimə əmr edir ki, dur ayağa oturma belə. Amma belə desəydi ki, məsləhət görmürəm falan, mənim yadımda qalmazdı. Onun elə mənə əmr eləməsi ki, dur ayağa oturma, ziyandır insana, mən də balaca uşaq idim. O əmrlə deməsi göstərir ki, mənə biganə deyil. Öz övladı kimi baxır. Sevgisini ifadə edir. İnsanlara Allah əmr eləməsəydi, insanlar sevgini hiss eləməzdilər.